Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli qardaşlar, biz Allahın lütfü, rəhməti, mərhəməti sayəsində Risaləni oxumağa davam edirik. Risalə mövzu nədir? Nəfsi təmizləmək haqqında 10 dənə qayda. Elhamdülillah, Allahın lütfüdür, rəhmətidir, necə qeyd elədik. وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَتَّبَعْتُمُ الشَّيْطَانَ إِلَّا قَلِيلًا. Allah'dır ki, Allahın lütfü, rəhməti olmasaydı, şeytana tabi olardınız. Allah həmd olsun, Allahın lütfüdür, rəhmətidir. Bizim üçün asanlaşdırır, nəsib edir bizə. Biz bugün burada cəm oluruq. Ümid edirik Allahın rəhmətinə ki, Allah Teala bunu bizim xeyir əməllərimizdən hesab eləyər. Deməli, dəyərli qardaşlar, birinci qaydada müəllif nə demişdi? Demişdi ki, nəfsi təmizləyən ən birinci şey nədir? Tövhid. Əsas tövhiddir, tək Allaha ibadət eləmək. Tövhidin də qismləri ilə rububiyyə, uluhiyyə, əsma və sifət, yəni isim və sifətlər. Allah Teala'nın isim və sifətlərini bilmək. Rububiyyə nə idi qardaşlar? Allahın feillərində Allahı təkləşdirmək. Etiqad etmək ki, yaradan, idarə edən, həyat verən, həyat alan, ruzlandıran və s. bunlar eləyən kimdir? Aləmlərin Rəbbi olan Allah. Bu işlə ona heç kim kömək etmir, edə də bilməz. Ehtiyacı da yoxdur. Allahu la ilahe illa huvel hayyul qayyum. O Allah ki, ondan başqa ibadətə layiq olan heç bir haqq məbud yoxdur. Əl-Hayy. Nə deməkdir Hayy? Əbədi diri, əbədi sağ olan. Əl-Qayyum, bütün məxluqatın ehtiyacını ödəyən, özünün heç bir şey ehtiyacı olmayan. Lə təxuduhu sinətun və lə nəvm. Necə vəsf edib Allah Teala özünü? Kamilliklə. Birinci hissəsi nədir? Kamillik. Əl-Hayy, əbədidir olandır. Əl-Qayyum, o baxır hamıya. O hamının ehtiyacını ödəyir. Vallahi, necə Muhammed sallallahu aleyhi ve sellem nə deyir? لو أن أولكم وآخركم وإنسكم وجنكم كانوا على قاموا في صعيد واحد. Sizin hamınız, əvvəlkilər, sonrakılar, insanlar, cinlər, hamınız bir yerə yığışsanız, Allahın sözüdür, qudsi hədisdir. Bir yerə yığışsaq, sonra deyir, məndən istəsəz. وَأَعْطَيْتُ كُلَّ إِنسَانٍ مَسْأَلَةً. Mən də hamıya istədiyini versəm, hər insanın istədiyini ona versəm. Mə nəqasa zəlikə mimmə indi şeyən illə kəmə yənqusul mixyatı ilə udxiləl baxar. Allah deyir ki, o mənim yanımdan, məndə olandan, mənim xəzinəmdən nə azaldar? İynəni dənizdə batırıb çıxardırsan, o nə azaldacaq oradan? Heç nə azaltmır ki, versən, Allah özünə kamilliyi nisbət edir, deyir. Sonra deyir ki, lə təxuduhu sinətin və lə nəvm. Naqisliyi özündən uzaq edir. O nə mürgüləməz, nə yatmaz. Çünki mürgüləyən, yatan qafil olur. Sən öz ətrafından mürgüləyəndə yatanda və salam xəbərin olmur. Bu insan üçün kamillik, amma Allah üçün naqislidir. Allahda belə şey yox. Ona görə əlhəmdə Allah Teala tərifə layiqdir, öz lütfündən verir. Allah Subhanahu wa Ta'ala bütün kamil sifətlər özündə əhatə edir. Fikir ver, hər bir ismi bir dənə gözəl sifəti əhatə edir özündə. Qadir ismi qüdrətini əhatə edir. Alim ismi elm sifətini əhatə edir. Tövhidi biləndə gərək rububiyyəni bildin, uluhiyyə, tək ona ibadət eləməyi də bildin, sonra isim və sifətləri də biləsin. Çünki isim və sifətlərdə nədir? Məsələn, Allah bilir, əməlləri bilir, eşidəndir. Əməlləri, səsləri eşidir. Onun eşitməsində məhdudiyyət yoxdur. Biz buradan çox uzaq məsafəni eşitmərik. Amma onun üçün fərqi yoxdur. Səslər, qardaşdakı insanların səsləri deyil, vallahi. Meşələrdə o cəhcəh vuran quşların səsləri, dənizlərin dibində olan o məxluqların səsləri, səmalarda olan səslər, hamısı, fikir verirsən, insan tövhidi biləndə, tövhid, vallahi ona görə sən başa düşürsən ki, tövhid necə təmizləyir insanı. İslah edir.
Təsəvvür elə qardaşlar, bir dənə ağac uzun illərdir baxılmır. Sonra bir bağban gəlir, alır əlinə qayçını, başlayır onu budamağa. Sonra nə olur? Onu budayandan sonra bu bir səbəbdir. Sonra gözəl meyvə verir, gözəl inkişaf eləyir, sahibi onun xeyrin görür. İnsan da belədir. İnsan baxmasa imanına, Allah'a olan etinadına baxmasa, belə olur. İman zəifləyir, günahlar sənin üzərini örtür, necə gəldi inkişaf eləyirsən. Amma tövhid belədir. Din, islah edir adamı, vallahi. Ədəbini, əxlaqını, danışığını, müamiləsini, atası ilə, anası ilə, qonşusu ilə, ailəsi ilə, evladı ilə, qardaşları ilə, ictimaiyyətin hamısını, öz nəfsi ilə. Ona görə alimlər deyirlər ki, insan, günah eləyən insan sıxıntıda olur 3 dəfə. Allahla öz arasında sıxıntı, öz nəfsi ilə öz arasında sıxıntı, insanlarla öz arasında sıxıntı. Allahla necə sıxıntıda olur? Günah eləyəndə narahat ol, kaş ki eləməzdin, sıxıntıdır. Özü ilə necə? Hər dəfə deyir, kaş ki bu günah eləməzdin, narahat olursan, özünü danlayırsan. İnsanlarla necə? İstəyirsən ki, heç kim bilməsin. İstəyirsən ki, heç kim bilməsin. Tövhidin xeyirləri çoxdur, qardaşlar. Müəllif buyurur ki, ikinci nə idi? Dua eləmək. Tövhid varsa, o demək hər şey yaxşıdır. Allahdan da ehtiyacını daim istəyəsən. Səni qorusun, sabit eləsin, islah eləsin. Sonra buyurur ki, üçüncü qayda Əl-Qur'anul Kərim. Quran-ı Kərim mənbə'u təskiyə və mə'inuhə. Qardaşlar, insanın nəfsini təmizləyən üçüncü qayda Quran-ı Kərimdir. Müəllif buyurur ki, Quran-ı Kərim nəfsin təmizlənməsinin qaynağı və mənbəyidir. İstəyirsənsə təmizləyəsən özünü, Quran-ı Kərimlə təmizləməlisən. Baxdı. Müəllif buyurur ki, qardaşlar, üçüncü qayda nəfsi təmizləyən nədir? Quran-ı Kərim. Quran-ı Kərimi öyrənmək və Quran-ı Kərimi oxumaq və s. Buyurur ki, müəllif, Allah Teala buyurur ki, Quran-ı Kərimdə Əl-İmran surəsində, həmçinin Cümə surəsində Ləqad mənnəllahu aləl-mu'minin. Artıq Allah möminlərə mənlə neymət verib. Baxın, qardaşlar, neymətə. İz bə'sə fihim rasulən min ənfusihim. Özlərindən onlara rasul göndərib. Muhammed sallallahu aleyhi ve sellem hardan idi? Məkkədən kənardan gəlməmişdi onlar. Allah öz içlərindən götürmüşdü. Rasul göndərdi onların öz içindən. Yətlu aleyhim əyətihi. Allahın ayələrini, Quran-ı Kərimi oxuyur onlara. Və yüzəkkihim. Onları təmizləyir. Və yuallimuhumul kitəbə vəl hikmə. Onlara kitabı və hikməti öyrədir. Kitab, Quran-ı Kərim, hikmət nədir, qardaşlar? Sünnə, Peyğəmbər sallallahu aleyhi ve sellemin səhi sünnəsi. Bu ayədə, qardaşlar, baxın nə deyir? Allah möminlərə minnət edir, neymət verir. Peyğəmbər sallallahu aleyhi ve sellemin göndərməklə. Ondan əvvəl hardaydılar? Və in kənu min qabli ləfi dalalin mubin. Allahdır ki, bundan əvvəl, Muhammed sallallahu aleyhi ve sellem gəlməmişdən əvvəl bütün günahlar var idi, qardaşlar. Şirk, bütün xurafatlar, qızları diri-diri bastırmaq və ilə buşrə əhəduhum bil unsə zallə vəchuhu musvəddən və huvə kəzim. Gör, nədir Allah Teala? Onlardan birinə gəlir deyəndə ki, sənin qız evladın olur. Gəsindən, əsəbindən, qəzəbindən üzü gözü qaralırdı ki, nə danışdın, mənim qızım olub, ar-abur, öldürürdü onu, diri-diri bastırırdı. O, belə günahların içində idilər. Müharibələr, bir-birlərin qanunu tökmək və s. Nələr, nələr. Allah Teala göndərdi Muhammed sallallahu aleyhi ve sellem'i zülmətlərdən nura çıxartdı. Ona görə Allah nə deyir? وَذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ اِذْ كُنْتُمْ اَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ. Allah'ın sizə olan neymətini xatırlayın. Bu ayələr bir nisnəndir Quran-ı Kərimdə. وَذْكُرُوا xatırlayın. Biz, qardaşlar, sahabələr xatırladılar, getdilər. Radiyallahu anhum və radu anhum. Allah onlardan razıdır, onlar da Allah'tan. Növbə bizimdir. Biz xatırlamalıyıq. Allah'dır ki, xatırlayın, Allah'ın sizə olan neymətini bir zaman bir-birimizə düşmən idir. Qəlblərimizi birləşdirdi. Nə oldu? فَأَصْبَحْتُمْ بِنِعْمَةِ إِخْوَانًا. Onun neyməti sayəsində qardaş oldunuz. Muhammed sallallahu aleyhi ve sellem gəldi, o din bizə də çatıb.
Kim çatdırıb? Onun davamçıları. Alimlər, elm tələbələri. Qardaşlar, vallahi bizdə böyük nemətlər var. O böyük nemətlərdən də biri bizə haqqı öyrədənlərdir. Yaxşı, haqq dəvət, əhlüsünnə və cəmanın, sələfin dəvəti gəlməmişdən qabaq hardaydı? İndi əsasən yaşlılar, biz bəlkə çoxumuz yox idik, cavanlar. Yaşlılardan deyək, Allah hamısını qorusun. Günahların, asiliklərin içində Allah Subhanahu taala göndərdi, dəvət elədilər, danışdılar, tövhidi yaydılar. Bugün sən, mən, əlhamdülillah, bu dəvətin bəhrəsiyik. Ona görə qədrini bilmək lazımdır. Allah nəsib eləyib, qorumaq lazımdır ölənə qədər. Və həmçinin fikirləşmək lazımdır ki, elm öyrənmək lazımdır ki, qardaşlar, o dəvətçilərin arxasıca gələn olsun. Yəni, davam eləməlidir. Davam eləməlidir. Sənə gəldi, çatdı, sən də kiməsə çatdırmalısan. Bəlliğu anni vələv əyə. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, məndən bir ayə olsa, insanlara çatdırın. Öyrənməliyik, qardaşlarım, cavan qardaşlar. Allah sizə bərəkət versin. Vallahi, yəni, elə fikirləşmə. Əsas sənsən. Səndən sonrakılar da var, bizdən sonrakılar da var. Öyrənməliyik, istifadə eləməliyik cavanlıqdan. İqtanim, xamsən, qablə xamsin. Muhammed sallallahu aleyhi ve sellem nə deyir? 5 şey gəlməmişdən öncə 5 şeyin qədrini bil. Biri nədir? Boş vaxt. Bekarçılıq, iqrada, futbolda, orada, çayxanada, damlada öldürməyin dəyərli qardaşlar. Cavan qardaşlar, oxumaq lazımdır, öyrənmək lazımdır. Allah və Rasuluna kömək eləmək lazımdır. Bu dini yaymaq lazımdır insanlara, ötürmək lazımdır. Yəni, başa düşmək lazımdır ki, bizim üzərimizdədir. Biz eləməliyik. Biz eləməsək və salam heç kim eləməyəcək. İbn-i Qayyim deyir ki, getdim İbn-i Teymiyyə yanına zindana. Birisi şeyxi idi. Getdim onun yanına. Onlar deyirlər ki, əslində biz gedəndə onun yanına gedirdik, ona təsəlli vermək ki, şeyx imtihandır və s. hadisədir, başına gəlib. Allah səni sınağa çəkir. Deyir, o eli nəsət edirdi ki, bizə vallahi qaydanda geniş köksünə qaydırdıq, geniş sinəylə. Biz getmişdik ona xatırlatmağa. Bir dəfə getdim, bəzi nəsiyyətlər elədi. Sonra mənə dedi ki, bu qalanıdır, görürsən bu zindanı. Bunun divarların hamısını qızıldan eləsən, məni bu zindana basanlara hədiyyə kimi versən, onların haqqını yenə ödəyə bilmərəm. Kaş ki, onlar başa düşərdilər ki, məni bu zindana salmaqla hansı neyməti mənim üçün asanlaşdırıblar. Bilirsiniz nə deyir? Quran-ı kərimə vaxt ayırdım. Allahu akbar, Allahu akbar. Təsəvvür edin qardaşlar. Bugün iqradır. Məscidə girsən, cavan qardaş iqra oynayır. Allaha and olsun adam ürəyə partlayır qardaşlar. Deyirsən kimsə inciyir. Cümədə iqra oynayır. Bu nədir? Gör biz kimlərin sələfiləriyik. Heç belə adama sələfisiz yanaşır. Allahın kitabı pas atır, tozlanır, qalır. Oxumaq lazımdır, öyrənmək lazımdır. Saçı saqqalı ağaran qardaşlardır. Ancaq Quran-ı Kərimi oxuyanlar. Bəs biz məsuliyyətli olmaq lazımdır, qardaşlar. Allah Teala Quran-ı Kərimdə görün nə deyir? Baxın, Quran-ı Kərim üçün nə deyir Allah Teala buyurur ki: "Və innehu lezikrun lek və liqavmik və sevfe tus'alun." Quran sənin üçün və qövmün üçün bir xatırlatmadır. Fesevfe tus'alun. Soruşulacaqsınız Quran-ı Kərimdən. Qurandan soruşulacaq qardaşlar. Oxumamağa, öyrənməməyə görə, bu məsələdə səhlənkarlıq etdiyimizə görə. Sonra müəllif burada buyurur ki, insanın nəfsini təmizləyən məsələlərdən biri Quran-ı Kərimdir. Hansı ki, Allahın kitabıdır. İnsanın nəfsi onunla təmizlənir. Nəfsi təmizləmək üçün məslardır, mənbəydir. Kim nəfsini təmizləmək istəyirsə, Allahın kitabından götürməlidir. Sonra buyurur ki, İbn Abbas, Allah ondan razı olsun. İbn Abbas kim idi qardaşlar? İbn Abbas kim idi? Muhammed sallallahu aleyhi ve sellem əmsi oğlu. Muhammed sallallahu aleyhi ve sellem əmsi oğluydu, aydındır. Peyğəmbər sallallahu aleyhi ve sellem olsun nə demişdi? Allahümme fəqqihu fiddin. Uşaq idi, yox. Muhammed sallallahu aleyhi ve sellem vaxtında o balaca uşaq idi. O dünyasını dəyişəndən sonra Muhammed sallallahu aleyhi ve sellem o yenə balaca uşaq idi. Ömər onu gətirib otustururdu. Döyüşlərdə, Uhud döyüşündə, Bədir döyüşündə döyüşən sahabə, yekə kişilərin içində. Niyə görə? Elminə görə. Peyğəmbər sallallahu aleyhi ve sellem demişdi ki, Allahümme fəqqihu fiddin və allimhu təvil. Ey Rəbbim, onu dində fəqih et, təvil. Nədir təvil? Təfsiri ona öyrət. Şimdi Muhammed sallallahu aleyhi ve sellemin balaca uşaqlara olan qayğısına.
Öyrədirdi. Öyrətmək lazımdır, qardaşlar. Öyrətmək lazımdır. Xayrukum mən təəlləməl Qur'anə və əlləməhu. Sizin ən xeyirliniz Quranı öyrənən və başqalarına öyrədəndir. Bu fürsətlər ki var bugün. Sabah kim deyə bilər olacaq? Bugün istifadə eləmək lazımdır. İstifadə eləmək lazımdır. Buyurur ki İbn Abbas radiyallahu anh Daminallahu limen ittəbə'əl Qur'an ən la yadillə fid dünya və la yəşdə fil əxirə. İbn Abbas deyir ki, Allah Teala zamin durur. O kəsə ki, Qurana tabidir. Qurandan götürür. Quranı öyrənir, oxuyur, tədəbbür eləyir, əməl eləyir, insanlara öyrədir, onun qədir qiymətini bilir. Allah onsa zamin durur. Nəyə? Dünyada azmayacağına, ahirətdə də bədbəxt olmayacağına. Sonra bu ayəni oxuyur, Allah Teala buyurur ki, فَمَنْ اِتَّبَعَ هُدَيَ فَلَا يَضِلُّ وَلَا يَشْقَى. Kim mənim hidayətimə, hidayət hardan götürülür? Quran-ı Kərimdən. فَمَنْ اِتَّبَعَ هُدَيَ وَاِمَّا يَأْتِيَنَّكُمْ مِنِّ هُدًا. Məndən sizə doğru yol gələndə. Hansıdır doğru yol? Quran-ı Kərim. Bu ayədə nə deyir? Kim mənim doğru yoluma tabi olsa, azmaz da bədbəxt olmaz. İbn Abbas nə deyir? Dünyada azmayacaq. Ahirətdə də bədbəxt olmayacaq. Sonra buyurur ki, müəllif, Allah Teala buyurur ki, Quran-ı Kərimdə, Ya eyyuhənnəs, ey insanlar, qad cəəkum məv'izatun min rabbikum və şifəun limə fissudur və hudən və rəhmətun lil mu'minin. Baxın, qardaşlar, deyir ki, ey insanlar, Rəbbimizdən sizə moizə gəlib. Moizə gəlib. Orada nə var? Sinələrdə olan üçün şəfa. Nədir sinələrdə olan? Gəl. İndi bizim bəzilərimiz o qəlbin şəfasını başqa yerlərdə axtarırlar. Əyləncədə, kimi siqaretdə axtarır, kimi içkidə axtarır, kimi hansısa məsələn oyunlarda axtarır, kimisi səfərlərdə axtarır. Vallahi sonda yenə də başqa nəsə axtarırsan. İçən adamlar ən bahalı içkilərdən alır, sonra deyir, yox, bir nəsi var, onu görmüşəm, onu da alacam, görüm o necədir. Necə, axırda yenə də rahatçılıq tapa bilmir. Budur. Möminsən, müsəlmansan, insansan, Allah deyir ki, şəfa buradadır. Mollanın yazdığında şəfa yoxdur. Yazır, qoyur pencəyin cibinə və ya uşağın sinəsindən asırsan, yastığın altına qoyursan, yoxdur. Quran-ı Kərim oxu, həyatını oradan götür, evində Quran-ı Kərim oxunsun, əlhəmdə o sənin üçün xeyirdə şəfa olacaq. Buyurur ki, Allah Teala sinələrdə olana şəfadır Quran-ı Kərim. Və hudən, doğru yol göstərir. Və rəhmətun, rəhmətdir. Doğru yoldur, rəhmətdir kimin üçün? Lil mu'minin, möminlər üçün. Bizə doğru yol göstərir, rəhmətdir. Amma biz oxumuruq. Allah Teala başqa ayədə buyurur ki, qardaşlarım, Allah Teala buyurur ki, وَلَوْ أَنْزَلْنَا Allah Teala buyurur ki, وَلَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآنِ عَلَى جَبَلٍ Əgər biz bu Quranı dağa nazil etsəydik, nə olardı? Qardaşlar, nə olardı deyir? لَرَأَيْتَهُ خَاشِعًا Sən görərsən ki, xaşiyə, xuşu içindədir, parça-parça olur Allahın qorxusundan. Mutasaddiən min xəşiyyətillah Parça-parça Allah Teala'nın qorxusundan. Və tilkəl əmsəl Bu misalları Allah Teala deyir ki, biz çəkirik. Niyə? Nadribu həl-linnəs İnsanlar üçün. Ləalləhum Bəlkə yetəfəkkərun Fikirləşərlər. Dağlardan danışır Allah Teala. Biz götürdük. Və həmələhəl insan innəhu kənə zalumən cəhulə İnsan deyir, onu götürdü. Nə qədər ağırdısa, qardaşlar, dağlar üz döndərib, yerlər göylər, İnnə aradnəl əmənətə aləs-səməvati vəl-ardı vəl-cibəl fəəbəynə ən yəhmilnəhə və əşfəqnə minhə və həmələhəl insan innəhu kənə zalumən cəhulə Biz bu əmanəti, düz ixtilaf edib alimlər, əmanət deyəndə Qurandır, yoxsa başqa. Bəzilər deyirlər, ümumilikdə din, bəzilər deyirlər Allahın əmirləri və qadağaları,
bəziləri deyirlər ki, Quran-ı Kərim. Quran-ı Kərim hamısının özündə hat edir. Allah deyir ki, biz bu əmanəti Quranı dağlara, yerlərə, göylərə ərz elədik. Götürmədilər. Üz döndərdir. Ağır gəldi olur. Amma o insan götürdü. Qardaşlar, götürmüşük. Yəni necədir? Arxasında durmalıyıq, oxumalıyıq. Bizdən bir çoxumuz Quran-ı Kərimi oxumur və oxumalı hələ istəmir. Öyrənmir də. Nə vaxt öyrənəcəksən? Yaxşı, nə vaxt? Ömür gedir, gün gedir, azalır. Vallahi azalır. Bugün var öyrənsəm Allah bilir, öyrənə biləcəksən yoxsa yox. O fürsət bir də olacaq yoxsa yox. Sonra müəllif burada buyurur ki, İbn-i Qayyim Allah ona rəhmət etsin, buyurur ki, Əl-Qur'an, Quran-ı Kərim huvə şifə'ut-tam, tam olaraq şəfadır. Min cəmi'il ədvə əl-qalbiyyə vəl-bədəniyyə. Qəlbi və bədəni xəstəliklərin hamısının şəfasıdır. Dərmanıdır Quran-ı Kərim. Və ədvə'ud-dünya vəl-əxirə. Dünya və axirət xəstəliklərinin hamısının şəfasıdır, dərmanıdır. Sonra buyurur ki, müəllif, Allah Teala deyir ki, "Ellezine ataynahumul kitab yetlunahu haqqa tilawatihi. Ulaika yu'minuna bih." Deyir ki, Allah Teala Bəqərə surəsində səhv eləmirəmsə, kitab verilənlər Allahın kitabını oxuyurlar necə? Haqqa tilavatihi. Haqqı ilə. Haqqı ilə tilavət. Və onlar ona iman gətirirlər. Yəni Quran-ı Kərimə. Buyurur ki, müəllif, haqqı ilə oxumaq nə deməkdir? Təkunu bi qiraətihi və hifzihi və fəhmihi və tədəbburihi və əməl bihi. Haqqı ilə oxumaq, onu oxumaq bildiyimiz və onu əzbərləmək, fəhm eləmək, başa düşmək, tədəbbür eləmək içində olanları, Allahın muradını, hadisələri, Peyğəmbərlərin həyatlarını, əmrləri və qadağaları, onlarda olan hikmətləri və s. və ona əməl eləmək. Haqqı ilə oxumaq babıdır. Sonra buyurur ki, kəmə fəssarahu bidəlikə sahabətu və təbiun. Necə ki, bu təfsiri kim verib? Sahabələr və tabeinlər. İbn-i Məsuddan gətirir. Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabəsi, o sahabədir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim Quran oxumaq istəyirsə, oxusun kimi? İbn-i Məsud kimi. Radiyallahu anh. Deyir ki, İbn-i Məsud, Kânər racul minnə ilə təəlləmə 10 əyət, ləm yücəvizhinnə həttə yərifə mə'anihə vəl-əməl bihinnə. Bizdəndir kimsə 10 dənə ayə öyrənərsə Quran-ı Kərimdən, digər ayələrə keçməzdir nə vaxta qədər, hətta onun mənalarını öyrənib, onlara əməl edəndən sonra. Bu söz Ömərdən də gəlir radiyallahu anhudan. Fikir etsin qardaşlar, necə Quran-ı Kərimə diqqət ediblər, qayğısına qalıblar. Sonra buyurur ki, müəllif, Quran-ı Kərimi oxumaq, mənalarını fəhm etmədən, içində olanlara əməl etmədən, sadəcə oxumaq, لا تؤد تلاوة بحق أو تلاوة بحق haqqı ilə oxumaq sayılmır. ولهذا يقول الفضيل ibn İyad, gözəl söz deyir qardaşlar. Deyir ki, buna görə Fudayl ibn İyad rahimehullah demişdi ki, innəmə nəzələl Qur'an liyu'mələ bihi. Quran-ı Kərim nazil olub ona əməl edilsin deyə. Fəttəxədən nəsə qiraətəhu əmələn. Hələ öz vaxtından danışır. Deyir ki, insanlar onu oxumağı əməldən sayırlar. Sadəcə oxuyublar, deyiblər ki, vəssalam, əməl budur. Bizim də bir çoxumuz beləyik. Düz deyə, o demək deyil, oxumaq. Oxumaq, haqqı ilə əməl etmək ki var, onlardan bir qismdir. Gördünüz necə saydı? Əzbərləmək, oxumaq, fəhm eləmək, tədəbbür eləmək. Oxumaq bu şeylərdən biridir. Təsəvvür edirsiniz, bizim demək olar ki, əksəriyyətimizdə bir dənə bu var, qardaşlar. Salih sələflərə görə Quran oxumaq deyəndə tək bunu nəzərdə tutmayıblar. Bütün bu şeylərin hamısını qəsd ediblər. Allah Teala hamımızın halını islah etsin. Fudayl ibn İyadın özü qardaşlar, oğlu Quran-ı Kərimdə bir ayədən dünyasını dəyişir. Necə Allahdan qorxurdularsa, necə ayələrin üzərində dayanıb tədəbbür edib, mənaların başa düşməyə çalışırdılarsa, adamın oğlu Fudayl ibn İyad özü namaz qıldıranda çıxır gör ki, oğlu dünyasını dəyişir. Əli idi adı
və o da belə sözə qulaq asmırdı. Fudayl ibn İyad çox dua edirdi Allaha ki, onu islah etsin. Və bir gün dedi ki, ey Rəbbim, mən onu islah eləməyə çalışdım, əlini bacarmadım, sən onu ədəbləndir. Əddibhu li, onu mənim üçün ədəbləndir. Və Allah Teala hidayət verir, islah edir. Alimlər deyirlər ki, ən azı atası qədər böyük alim idi. Ən azı atası qədər böyük alimlərdən idi Əli. Fudayl ibn İyad həmişə çalışırdı ki, o arxada olanda şiddət ayələrini oxumurdu. Ki, Allahın qorxusundan ürəyə gedirdi. Tədəbbür edirdilər ayələri. Bir gün yadından çıxır ki, namazdadır və oxuyur. Və namazdan çıxandan sonra da görür ki, insanlar qarşı bir-birinə oğlu dünyasını dəyişir. Şiddətli ayələr oxuyurdu. Təsəvvür edin. Sonra burada müəllif buyurur ki, وَإِذَا أَكْرَمَ اللّٰهُ سُبْحَانَهُ وَتَعَالَى عَبْدَهُ بِتِلَاوَةِ الْقُرْآنِ وَتَدَبُّرِهِ وَمُجَاهَدَةَ النَّفْسِ عَلَى الْعَمَلِ بِهِ نَالَ مِنَ التَّزْكِيَةِ أَوْفَرَ نَصِيبٍ. Kim Allah ona, yəni kim ki Allah ona nəsib eləyibsə, ikram eləyibsə Quran-ı Kərimi oxumağı, tədəbbür etməyi və ona əməl etməkdə nəfsi ilə cihad etməyi nəsib eləyirsə, o bilsin ki, Allah ona nəsib eləyib ki, öz nəfsini təmizləsin və ona böyük bir pay verib. Quran-ı Kərimlə özünü təmizləmək, bu onun üçündür Allahdan olan böyük bir paydır. Oxuyan qardaşlar hamımız, bilməyənlər öyrənsinlər, evlatlara öyrətmək lazımdır, ailəyə Quran-ı Kərimi öyrətmək lazımdır, qohum-əqrəbəyə öyrətmək lazımdır, bir-birimizə öyrətməliyik, səhlənkarlıq eləmək olmaz bu məsələdə. Görürsünüz qardaşlar, biz Quranı müdafiə edənlər, biz Quran-ı Kərimin haqq olduğunu deyənlər, içində olan hökmləri, qissələri, əmirləri, qadağaları təsdiqləyən, ispat edən Allahın izni ilə, əlhamdülillah, var ikinci tərəf. Bütün bunların hamısını inkar edən və ya dolayısı yolla dəyişdirib inkar edənlər. Biz bunların içində Allahın izni mübarizə aparmalıyıq. Kim nə ilə bacarır? Kim nə ilə bacarır qardaşlar? Bugün bax, sənin bacaracağın nədir? Yardım eləmək. Dinlə, paylaş. Hər yerdə paylaş qardaşlar. Yəni, bu məsələdən həmişə danışırıq qardaşlar. Fərq hiss olunmur. Əziz qardaşım, dərsi gördün, dinləməyi bir, heç nə olmaz. Birinci özünə sual ver, niyə dinləmirsən ki? Bu bir. İkinci, dinləmirsən yaxşı. Heç olsa paylaş da qardaş. Paylaş. Baxırıq da, məsələn, statuslar görürük. Tanışlar, qardaşlar, yoldaşlar, hər gün bir-birini görürük. Kimə nə lazımdır onu paylaşır. Qardaş, aydındır ya, Allah razı olsun. Sən kiməsə fayda verməyəsən. Bu da sənin bir ziyan eləmir də. Qoy qalsın da, paylaş da. Əziz qardaş, paylaş da, dəvətə yardım elə. Yaxşı bəs demirsən, tələbə gəlmir, danışmır, öyrətmir. Danışırlar da. Sən nə edirsən bəs? Sən də kömək elə. Hərəmiz bir qulpundan tutar da, qardaşlar. Yaxşı, onlar tuturlar, sən deyirsən, mən nə edeyim, mən tutmuram. Bir şey ola bilər. Köməksiz qoyursan dəvətin əhlini. Bəs sən nə edirsən, yaxşı. Hamımızın üzərində deyil və salam da, gəlin eləyək də bu. Gəl müdafiə eləyək Allahın dinini, Quran-ı Kərimi, sünnəni, yayaq, çatdıraq insanlara. Konu, ənsar Allah, Allahın köməkçiləri olarlar. Onlar olurlar, sən olmursan. Deyirsən, gəlsinlər, danışsınlar, filan kəs belə eləyir, Quranı inkar eləyir, nə qədər bidətçilər var və s. Eləyirlər də, sən niyə eləmirsən? Kimə nə lazımdır, onu qoyur statusuna. Kimə nə lazımdır, şəbəkəsində onu paylaşır. Vallahi qardaş, sənin üçün ola bilər faydası yoxdur, başqaları üçün faydası var. Biz onun xeyrini görürük, danışırıq, deyirik. İncə məsələ də olsa görürsən, kimsə dönür, kimsə tövbə eləyir. Deyir, Allah razı olsun qardaş, mən belə bilinirdim. Kömək eləmək lazımdır qardaşlarım. Allah razı olsun, Allah hamını sabit etsin. Bu şeylər əlhəmdə bir qardaş kimi qəbul eləmək lazımdır. Yaşlı qardaşlarımız, böyüklərimizdir. Yaşıdlarımız da bizdən əlhəmdə birdirlər. Cavan qardaşlarla başa düşmək lazımdır ki, bu dinin sənə gəlib çatmasında əziyyətlər çəkilir. Sən də gərək nəsə eləyəsən bu din üçün. Allah hamımızı bağışlasın. Əqulu mə səmiytum və əstəğfirullaha li və ləkum və lisəl muslimin min kulli dən fəstəğfiruhu innəhu huvəl-ğafurur-rəhim.